Ya Allah. Muhammed Ali Muhammed'in cemalı kemalına salavat zikredir. Qeyd elədik ki, Kərbəla məktəbdir və Kərbəla təkcə hüzündən, qəmdən ibarət deyil. Bu sözünü niyə deyirik? Çünki məqsədimiz var və bu sözü Kərbəlanı təkcə faciə kimi tanıtdırmaq, Kərbəlanın haqqına insafsızlıq eləməkdir. Və Kərbəlaya təkcə qəm kimi və müsibətli hadisə kimi baxmaq, düzdür, müsibət var, qəm var. Amma təkcə bu yöndən Kərbəlaya baxmaq və bu hissəsini qabartmaq böyük insafsızlıqdır və bu insafsızlığı gərək heç kəs etməsin. Kərbəla məktəbdir. Məktəbdirsə deməli, Kərbəlanın qəm tərəfindən əlavə, Kərbəlanın irfan və mərifət tərəfi var. Çünki burada baş verən hadisələr insanların istək və iradəsi ilə həyata keçib. Yəni, İmam Hüseyn əleyhissalamı qəflətən şəhadətə yetirsəydilər, gecənin qaranlığında yatmış bir vəziyyətdə bu hadisə törənsəydi, bu təkcə faciədən ibarət olaraq qalacaqdı. Amma İmam Hüseyn bilə-bilə bu işə getməsi və bilə-bilə ki, sonluğu nə olacaq, bu işdən çəkinməməsi və İmam Hüseyni bu yoldan neçə nəfər, neçə insanların çəkindirməsinə rəğmən İmam Hüseynin geri çəkilmədən və bu istiqamətə sona qədər getməsi və qalması onu göstərir ki, İmam Hüseyn istəyirdi bir iş görsün və gördü də. Bax, o istəyi nə idi, görmək istədiyi iş nə idi, niyə bu işi gördü, nəticəsi, hədəfi nə idi, o hədəfi başa düşmək Kərbəlanın ən böyük dərslərindən biridir. Allah qismət eləsə, bugün də o hədəflərindən birini danışarıq və yavaş-yavaş da artıq sabah Tasuvadır və bir sürü də Aşuradır, məclislər də yekunlaşır. İmam Hüseyn əleyhissalamın Kərbəlada sərgilədiyi, göstərdiyi dərslərdən biri də mərdlik və namərdlik səhnəsi idi. İmam Hüseyn əleyhissalam öz əhli əyalın, öz yaxınların, öz balaların, evlatlarını, hətta öz körpə uşağın əsirgəmir, getirir və istəyir dünyaya bildirə ki, mənlə vuruşanlar din üstündə vuruşmurdular. Mənlə vuruşanlar iman üstündə vuruşmurdular. Çünki dinlə də, şəriyyətlə də İmam Hüseynin qanını axıtmaq haram idi. Allah Quran-ı Kərimdə neçə ayədə onlara biz toxunmuruq. Neçə ayədə bu ailənin hörmətinin saxlanılmasını vacib eləyir. Peyğəmbər əhl-i beytinin hörməti saxlanılmalıdır, qorunması vacibdir. Bunların ehtiramı vacibdir. Bunlar bəllidir, bunlar yerində. İmam Hüseyn əleyhissalam gördü, bunlar dinlə bunları başa sala bilmir. Yəni, dinlə bunların elədiyi onsuz da düz gəlmir və İmam Hüseyn əleyhissalam dini nöqteyi nəzərdən bunları muizə eləyirdi, təsir eləmirdi. Bunları nə dildən başa salasan? İmam Hüseyn bütün vasitələrdən istifadə elədi ki, bunlar İmam Hüseyni qətlə yetirməsin. Buna görə yox ki, İmam Hüseyn canı üçün qorxurdu. Buna görə ki, insanlar İmam öldürməkdə adətkar olmasın, insanların əli imamın qanına batmasın və bu bədbəxtliyə gəlib düşməsinlər. Hər vasitə ilə İmam Hüseyn onları oyatmağa çalışdı, muizələr eləyirdi. Ta Mədinədən çıxandan Məkkəyə qədər, Məkkədən Kufə yoluna qədər, Kərbəlaya qədər Həzrət yol boyu danışırdı. Və bu gecələrdə söhbətlər eləyirdi, muizələr eləyirdi. Həzrət gördü ki, bunlar anlamır, başa düşmür və bunlar qərarlıdır ki, İmam Hüseyni qətlə yetirsin, bu cümləni deyir. Və bu cümlə Kərbəlanın İmam Hüseynin qarşısında dayananların nə qədər bədbəxt bir toplum olduğunu göstərir. Həzrət buyurdu ki, İn ləm yakun dinun və kuntum la təxafunəl məad fəkunu əhraran fi dünyakum. Dedi, dininiz yoxdur. Qiyamətdən qorxmursuz. Heç olmasa dünyada azad insan olun, mərd olun, kişi kimi yaşayın. Yəni, dinlə mənim qanımı tökmək onsuz da haramdır, bilirsiniz.
İndi dini qəbul eləmirsiniz, qiyamətə inanmırsınız, Allaha inanmırsınız. Heç olmasa vicdanınız, kişiliyiniz, mənliyiniz olsun, mərdliyiniz olsun ki, bu işdən əl çəkəsiniz. Və istəyir Həzrət bu sözü ilə deyir ki, mənim qarşımda dayanan təstələrin heç mərdliyi yoxdur, cömərdliyi yoxdur, mürüvvəti yoxdur. İmam Hüseyin onların heysiyyətinə toxunan bu cümləni işlətdi. İndi bilmirəm nə qədər insana bu təsir elədi o zamanda, elədisə də sadəcə çox az insana təsir elədi. Həzrət dedi ki, dünyada heç olmasa azad insan olun. Bax, bu sözü çox möhtəşəm sözdür. Azadlıq manifestidir bu cümləsi Həzrətin. İnsanın mərdlik eləməsi, namərdlik eləməsi insanın müəyyən istəklərinə bağlıdır. Bəzi adamlar var, öz istəyinə çata bilmək üçün öz şərəfini, ləyaqətini də alçalda bilir. Hər hansı bir məqsədə çata bilmək üçün şərəfin, heysiyyətin, mənliğin tapdalayır. İmam Hüseyin deyir, belə insan dinsiz adamdan təhlükəlidir. Bir insan ki, hədəfinə çata bilmək üçün heysiyyətindən, mənliğindən, şərəfindən keçir, o çox qorxulu adamdır. Və bildirdi ki, Kərbəlada mənlə vuruşanlar dinsiz deyil heç, dinləri yoxdur heç şərəfləri, mənlikləri də yoxdur. Şərəf, mənlik olmasa, mərdlik olmasa, bəli insan imamı qətlə yetirə bilir. Və başa saldı öz hərəkatı ilə, öz hərəkəti ilə. Dedi, insan gərək şərəf yolunda, mərdlik yolunda malından da keçsin, abrından da keçsin, lazım olsa canından da keçsin. Hər şeyi təhlükəyə atsın, amma şərəfini, mənliyini satmasın. Mömin, zirəng insanlar gəlir o sərhəddə dayanır. Gəlir bir işə istəyir başlasın, görsün, oradan bir qazancı var, mənfəəti var. Gəlir görür ki, bu işə çatmağın yolu şərəfi tapdalamaqdan keçirsə, onlar getmir. Başa düşür ki, 5-10 günlük məqsədə çatmaq, dəyməz insan namərd kimi yaşasın. Dəyməz insan namərd kimi yaşasın. Və tarix boyu Əhl-i Beytin həyatında bu mərdlik nişanələrini görmək olur. Bunu insana din demir, bunu insan öz vicdanı insandan tələb eləyir. Və din dəvət edir ki, mərdlik nişanələri geri cəmiyyətdə qorunsun, saxlansın. Lazımdır hər şeyi halal haramla qoruyaq, saxlayaq. Bəzi işlər var, ağlımız, vicdanımız da deyir ki, bu olmaz da, bunu eləmək olmaz. Ağlımız, vicdanımız bizə deyir ki, Peyğəmbər balasının yasında və toy eləmək olmaz. Əylənmək olmaz. Buna lazımdır bizə gəlsin Quran ayəsi olsun. Ki var, ötən gecə söhbətlərdə dedik. Var, Quran elə deyir, eləmə. Saxla, yad elə, unutma. Amma o xasiyyətlər, o içəridə olan o mərdlik xasiyyəti ki var insanda, o ölməsin. O bir cəmiyyətdə ölsə, o cəmiyyət bədbəxtçiliyə düçar olacaq. Mümkündür bir cəmiyyət dinin məsələlərini bilməyə. Mümkündür. O bilməmək eyibdir. Onu öyrənəcək. Nə vaxtsa öyrənəcək. Peyğəmbər deyir, Səd-i Ənsarini göndərdi. Peyğəmbər göndərirdi sahabələri İslamı təbliğ eləmək üçün. Müəyyən nöqtələrə. Gəldi, deyir, Səd-i Ənsari getdi elə bir yerə çatdı ki, cəmaat heç nəyi qəbul eləmirdi, heç də başa düşə bilmirdi. Bir neçə ay qaldı orada deyir, təbliğ elədi, Allahın dinini təbliğ elədi, amma təsir olmadı. Neçə ay çəkdiyi zəhmət sıfıra bərabər oldu. Qayıtdı, gəldi Peyğəmbərə belə bir söz dedi. Dedi, ya Rəsulallah, mən işimi gördüm, amma heç bir təsir olmadı, heç bir nəticə vermədi. Və mən çox məyus oldum ki, yer üzündə belə insanlar var. Ki, onlara deyirəm, başa salıram, onlar onu eşitmək istəmir, qəbul eləmir. Həzrət dedi, Səd Ənsari, onlar səni təəccübə getirməsin. Bir adam ki, bilmir və başa salırsan da bilmir. O təəccüblü deyil. Təəccüblü odur ki, o adamlar ki, bilir və əməl eləyəndə o bilməyənlər kimi eləyir. Bilir bu olmaz, amma eləyir. Bilir bu haramdır, amma yiyir.
Bilir allatmaq olmaz, amma alladır. Təəccüblü cəmiyyət o cəmiyyətdir. Bax, din həmişə çalışıb o mərdliyi, dürüstlüyü cəmiyyətdə bərpa eləsin. Çünki cəmiyyətin ən gözəl sütunudur. Bir xalqın, bir toplumun ən gözəl sütunudur. İnsan ac da olar, susuz da olar, xəstə də olar, amma mərdliyini, şərəfini geri heç vaxt satmasın. İmam Hüseynin Kərbəlada keçdiyi dərslərdən biri də budur. İstəyirdi desə ki, mənlə müharibə eləyənlərin mərdliyi yoxdur, şərəfi yoxdur, izzəti yoxdur. Amma tarix bunların Əhl-i Beytin mərdliyi nümunələri ilə doludur. Bir neçəsini oxuyacağım. Siffeyn müharibəsində deyir. Abdullah ibn Qeys deyir, biz gəldik, çatdıq Əli əleyhissalamdan Muaviyyənin döyüşü, Siffeyn müharibəsi. Deyir, biz gəldik, çatdıq deyir, Fəratın yaxınlığına, gördük ki, Muaviyyənin adamları buradadır. Muaviyyənin adamları buradadır. Suya qoymurlar biz yaxınlaşaq. Bilirsiniz, dünyada müharibə vaxtı müəyyən taktikalar vardır. Hər ölkənin, hər xalqın özünün müəyyən taktikası var. Amma din həmişə insanları o taktikalardan istifadə etməyə dəvət eləyibsə də, deyib mərdcəsinə, kişi kimi istifadə elə, namərdcəsinə yox. Yəni, din heç vaxt icazə verməyib ki, müharibə zamanı suyun yolunu bağlayasan, qarşı tərəfi yalvardasan özünə susuz hala gətirəsən, ondan sonra onları məğlub eləyəsən. Din buna icazə verməyib. Deyib, vuruşursan, vuruş. Qılıncın, qolun gücünə vuruş. Namərdlik eləyib vuruşma. Deyir, çatdıq Muaviyyənin qoşunu suyun ətrafını, Fəratın ətrafını hail eləyib, bağlayıb. Necə? Yezid oğlu elədi İmam Hüseynin balalarına. Muaviyyə də belə eləyirdi. O atadan bu bala olacaq da. Deyir ki, Həzrət Əli əleyhissalam bir dəstə göndərdi ora. Dedi, gedin suyun yanını açın. Ola bilməz, susuz müharibə eləmək olmaz, çox çətindir. Və təkcə insanlar yox, burada heyvanlar, atlar, dəvələr var, miniklər var ki, bunlar su içməsə, bu döyüş baş tuta bilməz. Çətin olur. Və nəticədə deyir, oranı təmizlədilər. Əli əleyhissalamın qoşunu, Muaviyyənin qoşununu suyun ətrafından dağıtdı. Diqqətiniz burada olsun. İndi suya nəzarət edir Həzrət Əli. Həzrət Əlinin adamları. Muaviyyə tərəfdə başladı suyun qıtlığı. Oğlu Yezid dedi Muaviyyəyə ki, neyniyək su üçün? Dedi, necə neyniyək? Su yanımızdadır Fərat. Gedin su getirin. Dedi, bayaq biz tutmuşduq, vermirdik. İndi bizdən alıblar. Bizə məgər verərlər. Dedi, Muaviyyə güldü. Dedi, sən nə Əlini tanıyırsan, nə Hüseyni tanıyırsan. Sən get suyu verəcəklər. Deyir, gəldilər. İmam Hüseyin əleyhissalam dedi ki, arxa tərəfdən gedib su tədarük edin, qayıdın gedin. Su tədarük edin, qayıdın. Bizim məqsədimiz budur, sizə suyu qadağan eləyək, suyun qarşısını alalım. Məqsədimiz oydu ki, sizin bu özbaşınalığınızın qabağına bax. Biz ona görə burada dayanmışıq ki, siz bunu bizdən qadağan eləməyəsiniz. Yoxsa biz suyu sizə qadağan eləmirik. Su Allahındır, bütün canlılar müştərəkdir bunda. Bütün canlıların payı var burada. Bax, mərd adam hər zaman mərddir. Döyüşdə də mərddir, dinclik vaxtı da mərddir. Hürrün qoşunu çatanda Kərbəlaya. Hürrün qoşunu çatanda. Deyir İmam Hüseyin əleyhissalam bir mənzil qabaq, bir düşərgə qabaq göstəriş verdi ki, suyun tədarükün bol eləyin. Həddindən artıq su tədarük elədilər. Hətta içəridə İmam Hüseyin əleyhissalamla gələnlərdən bəzisi belə deyək də şəkkə şübhəyə düşdü ki, bu su qədər su bizə lazımdır. Yəni bəs edəcək qədər götürsək artıq yük eləməliyik, amma tapşırıq belə idi, götürdülər. Gəldi İmam Hüseyin əleyhissalam Hürrlə görüşəndə, Hürrün qoşunu 1000 nəfər İmam Hüseyni mühasirəyə alanda, İmam Hüseyin gördü ki, Hürrün qoşunu dayanmadan gəlib və su tədarükləri də yoxdur. Həzrət dedi ki, o sulardan verin bunlara. Neçə mənzil qabaqda götürdüyüm sulardan verin bunlara. Deyir, hətta onların əsgərlərin özünə də su verdi, atlarına da su vardı və atların deyir, sinəsin boynunu qədər istadacaq qədər su verdi onlara ki, atlar da sərinləsin. Əli İbn Təan adında bir nəfər deyir, mən çox arxada gəlirdim Hürrün qoşununda. İtən, qalan, yolda olanları götürmək üçün. Gəldim, çatdım, gördüm, bunlar su içirlər hərəsi bir yanda, amma bir adam yoxdur ki, mənə baxsın. Gördüm, bir nəfər var, oturub xeymənin qarşısında. Gördü, uzaqdan gəlirəm, deyir, durdu ayağa, çağırdı məni.
Deyir, su məşqi mənə uzatdı, o qədər taqətsizdim deyir, su məşqi əlimə ala bilmədim. Deyir, gördüm ovucuna doldurdu deyir suyu, ovucun getirdi deyir ağzıma. Yaxınlaşdırdı, mən başladım sudan içməyə. Ondan sonra deyir, üzümü yudu, əlimə su tökdü. Minimi su vardı, mən deyir, bilmədim bu kimdir. Neçə gecə ki orada qaldıq, namazda deyir, hürlə danışanda bildim İmam Hüseyin idi bu. Bildim ki İmam Hüseyin idi bu. Və bunlar elə kişilər idilər ki, öz qatilinə belə rəhm eləyirdi. Bunu niyə eləyirdi? Bunu eləyirdi ki, dünyada mərddə gitməsin. Kişi kişi ilə düşmən də ola bilər, amma mərdcəsinə. Kişi kişi ilə düşmən olar, onu vurar, onu qətlə yetirər, amma ona xainlik eləməz. Keçmişdən danışırlar böyüklər, ağsaqqallar, indi bu keçmiş 50 il, 100 il bundan qabaq. Biri-biri ilə deyir, düşmən olardı, düşmənçiliyin, ədavətin aparardı uzun illər. Amma birdən deyir, onun ailəsi, namusunu, məsələn, harasa gedirsə, aparıb kiməsə təhvil verməlidir, aparıb öz düşməninə təhvil verib gedərmiş. Bilərmiş, buna bıçaq vura bilər, xəncər vura bilər, balta vura bilər, bunu öldürə bilər, amma bunun namusuna qarşı pislik eləyə bilməz. Və buna deyilər mərdlik. Olmasını hər zaman istəyib. O qorunsa, cəmiyyət asayişdə olacaq, rahatçılıqda olacaq. O getsə, inanın ki, din də insanları xilas eləyə bilməyəcək. Namərdlik cəmiyyətdə bərpa olsa, xainlik cəmiyyətdə artsa, insanların bir-birinə güvənsizliyi artsa, insanların bir-birinə həsəd və suizəlliyi çoxalsa, din də onları xilas eləyə bilmir. Nə namaz karına gələcək, nə həcci karına gələcək, nə orucu, nə namazı və başqa şeylər. Çünki onların heç biri gəlib o xainliyi bərpa eləyə bilmir. Və bunlar belə insanlar idilər. Əli əleyhissalamın, bilirsiniz, qatili Həzrəti Əli əleyhissalama bir qılınc zərbəsi vurdu, İbn-i Mülcəm, lənətullah əleyh. Tutdular. Tutdular, deyir, getirdilər, gəldilər, bunu saxlayalar. Həzrəti Əli əleyhissalam bilir. Dedi ki, mən nə qədər sağam, ona heç kəs həsd eləməsin, ona heç kəs toxunmasın. Əgər mən sağ qalsam, o biləcək, mən biləcəm. Yox, birdən ölsəm, o mənə bir dənə qılınc zərbəsi vurub. Ona ikinci qılınc zərbəsini vurmağa heç kəsin haqqı yoxdur. Siz də gerək ona bir dənə zərbə vurasınız. Deyir, axşam vaxtı Həzrəti Əli əleyhissalam həkim gəlib, baxıb, müalicə edib, deyir, süd getirdilər verməyə, dedi ki, Əli ilə işarə elədi ki, aparın ona da verin, İbn-i Mülcəmə aparın, verin bu südü. O südün əsrivizdə, əlinizdə, ona yaxşı baxın. Bu mərddə idi. İnsan bu ailəni, bu Peyğəmbər əhl-i beytini necə sevməsin, necə sevməsin. Bir yerdə görünməyib ki, İmam Hüseyin əleyhissalam Kərbəlada, necə deyim, nə İmam Hüseyinlə bircə olanlar bir xaincəsinə bir addım atsın. Hətta Kərbəlada İmam Hüseyin vuruşub, döyüşdüyü insanlar olub ki, onlar yaralanıb, bəzisi atından düşüb deyir yerə, bəzisi qılıncı düşüb İmam Hüseyin çəkilib kənara, ta o qılıncını götürsün, sonra gəlsin. Gəlsə vuruşsun, gəlməsə çıxsın, getsin. Bir nəfər deyir, Şamlı idi deyir. Həzrətin qarşısına çıxdı, vuruşurdu Həzrətlə. Yıxıldı deyir atdan yerə. Yıxıldı, özünü saxlaya bilmədi atda deyir. Yıxıldı, Həzrət İmam Hüseyin əleyhissalam çəkildi deyir kənara. Bir yenə toparlandı, qılıncını götürdü, vuruşmağa başladı və bir neçə döyüşdən sonra Həzrətin qılınc zərbəsi buna dəydi və yaralandı deyir. Yerə yıxılırdı deyib, qışqırıq səsi gəlirdi, nalə səsi gəlirdi deyir. İmam Hüseyin deyir, yaxına gəldi, qılıncını atdı kənara. Atdı kənara ki, bilsin ki, mən səni kömək eləmək istəyirəm. Yaxındaşı dedi, nə istəyirsən? Dedi, gəlin məni götürsünlər buradan. Mən səsim onların qulağına çatmır. Bir Həzrət deyir, keçdi onlara, yaxınlaşdı. Yanında olan insanların daha dəyərini biraz da ucaltdı. Həzrət deyir, tək qalmışdı deyir, tək idi, bu sözü dedi. Buyurdu ki, inni qəd səimtul həyatə bə'də qətli haulâil fityə. Dedi, yanımda olan bu gənclərin, bu insanların ölümündən sonra həyat mənə çox sıxıcı gəlir. Ətrafında heç kəs qalmayıb. Yəni, mərd adamların ölümündən sonra Həzrət istəyirdi deyək ki,
namərdlərin içində yaşamaq çox sıxıcıdır. Namərd insanların içində yaşamaq çox sıxıcıdır. İmam Hüseyin bildirirdi onlara. Dedi ki, siz namərdlik edirsiniz. Ona görə dəvət edirdi onları. Dedi, dininiz yoxdur. Qiyamətdən Allahdan qorxmursunuz. Heç olmasa kişiliyiniz olsun. Mənim sizə nə pisliyim deyib. Mən İmam Hüseynin şəxsən kimə pisliyi deyib özə soruşurdu. Nə pisliyimi görmürsünüz? Niyə mənim belə qətlimə tələsirsiniz? Və bu yolla insanları istəyirdi çatdıra bildirə. Mərd insanlar hər zaman cəmiyyətdə dəyərli insanlardır. Onların qədri bilinməsə də dəyərlidir. Baxın, tarix boyu ola bilər meyyarlar değişsin. Hədislər bizə bunu deyir. Deyir ki, axır zamanda ən pis adamlar, ən şərr adamlar, ən yalancı adamlar, ən ikiyüzlü adamlar yaxşı kimi cəmiyyətə təqdim olunacaq. Ən yaxşıları insanların, ən sadələri, ən düzləri, ən paçları pis kimi təqdim olunacaq. Düz adama deyəcəklər axmaq adam, səfeh adam, ağılsız adam. İmanlı adama deyəcəklər bunun ağlı yoxdur, bunun fərasəti yoxdur. Amma o ki hoqqabazlıq eləyir, o ki fırıldaqçılıq eləyir, deyəcəklər bu yaxşı adamdır. Mümkündür bir zaman cəmiyyətin nəzərində bir şey değişsin. Amma həqiqətdə mərd insan hər zaman mərddir. Bax, görürsünüz, o zamanda məsələn Yezid və Yezidin ətrafına yığışan insanların sayı nə qədər çox idi. Və nə qədər canfəşanlıq eləyirdi insanlar onlara qoşulsun. Niyə? Pul orada idi, qüdrət orada idi, güc orada idi, iqtidar o idi. İmam Hüseyin Aleyhisselamın heç şeyi yox idi. Amma tarix bugün səhifəsini vərəqləyəndə demir onun pulu var idi, demir onun qüdrəti var idi. Til onun mərdliyi var idi, bu namərd adam idi. Bu mərdlik göstərib, sərgiləyib. Bu namərdlik sərgiləyib. İnsafla kim Kərbəla məktəbinin kitabını vərəqləyib, qeyri-mümkündür gələ Yezidə haqq qazandırır. Qeyri-mümkündür. Ona görə mərdlik, o dəyərlər heç vaxt itmir. Mümkündür bir zaman hansısa təsirin altına düşüb, unudulsun, zəifləsin. Amma heç vaxt itə bilməz. Tamamilə aradan gedə bilməz. Kərbəla məktəbinin əbədiləşməsinin, tarixdə yaşamasının səbəblərindən biri də budur ki, insanların o mərdliyi olan sevgisi, simpatiyası imkan vermir ki, Kərbəla unudulsun. Və bu yandan da bir Allahın qüdrət əli var. İzâ ərādəllahu bi'abdin xeyrən qəzəfə fî qəlbihi hubbəl Hüseyn. Allah bir insana yaxşılıq etmək istəsə, Hüseynin məhəbbətin qəlbinə salar. Yaxşıları sevməyin məhəbbətin qəlbinə salar. Mərd insanları sevməyin məhəbbətin qəlbinə salar. Və izâ ərādəllahu bi'abdin su'ən. Allah bir adama pislik eləmək istəsə, qəzəfə fî qəlbihi hubbəl Hüseyn. Hüseynin məhəbbətin qəlbindən çıxarlar. Qəzəfə fî qəlbihi buğzəl Hüseyn. Hüseynə qarşı kin və nifrət yaradır o qəlbdə. Allahın bəlasıdır əslində o qəlb sahibi üçün. Din insanlara tapşırır və tövsiyə edir. Bu məsələdə diqqətli olsunlar. İnsanlar hər şeyin maddiyatdan, qazancdan ibarət bilməsinlər və düşünməsinlər ki, elə bu işi görsəm və eybi yox, qoy məni pis kimi tanısınlar, qoy falan olsun, bəsbəkan olsun. Yox, bu məsələlərə də diqqət eləsinlər. Çalışsınlar, o insanlığa yaraşan adlara, insanlığa yaraşan xüsusiyyətlərə önəm versinlər və cəmiyyətdə mərdliyi təbliğ eləsinlər. İmam Hüseyin Aleyhisselamın özü də və ətrafında olan insanlar da mərd insanlar idi. Mərddilər, mərdlikləri bu qədər idi ki, Allah yolunda hər nələr var idi, əsirgəmədilər. Və ora qədər İmam Hüseyin Aşura gününə qədər təmizləyirdi, xalisləri saxlamaq məqsədilə təmizləyirdi, bəzi sözlər deyirdi və tez-tez bu sözü deyirdi. Deyirdi ki, buradan dönüş yoxdur, biz qayıtmayacağıq. Yəni, sizin başınızı alladıb bura getirməmişəm. Və sizə də heç nə vədə verməmişəm ki, mən sizə burada Yezidə qalib gəlib, hər özə bir vəzifə verəcəyəm. Belə də olmayıb. Açıq-aşkar dedi ki, bu səfərdən ölüm qoxusu gəlir. Yatırdı İmam Hüseyin Aleyhisselam, ayılanda dedi, İnna lillah və inna ileyhi raciun. Ya Əbu Abdullah, nə oldu? Dedi ki, bu səfərin sonu ölümdür.
İstəyirdi bilsin və orada olanlar bilsin və başa düşsün ki, İmam Hüseyin əleyhissalamın zərrə qədər maddi marağı yoxdur və heç kəsi də məcbur bura gətirməyib və heç kəsdən də məcbur burada qalmağını istəmir. Və sabahı inşallah Allah lütf eləsin Tasua söhbətində o bəzi nüansları toxunarıq. İmam Hüseyin əleyhissalam son işi sabah gördü ki, da kim gedəcək. Ola bilər kimsə qalıb, neyəsə görə qalıb. Hətta yazırlar İmam Hüseyin çağırdı bəzilərini, dedi kimin borcu var, kimin boynunda haqqunnas var, geçsin. Kimin əmanət var boynunda, geçsin onu əda eləsin, saxlamasın, qalmasın burada. Bu mərdliyin özüdür. Və mərd idilər deyə şəhadətə bu cür sevgi ilə yanaşırdılar. İmam Hüseyin əleyhissalam Tasua günündə səhər şəhadət haqqında danışırdı onlara. Şəhadət haqqında danışırdı. Həzrəti Qasım dayanmışdı, kənardan baxırdı. Baxırdı İmam Hüseynin sözlərinə, diqqətlə qulaq asırdı. Deyir, əlin qaldırdı, dedi, əmi ya Əbu Abdullah. Onlar bir söz soruşun. Dedi ki, buyur, əmim sənə fəda olsun. Dedi, əmi, bu şəhadətdən ki danışırsınız, sabah bizə də, mənə də qismət olacaq şəhadət. Sabah mən də şəhid olacağım. Yəni, yaşının azlığına görə istəyirdi soruşsun ki, mənim yaşım azdır, 13-14 yaşım var. Mənə də icazə verəcəksən, mən də şəhid olum. Bir Həzrət baxdı, deyir Qasımə və dərhal bu sualı verdi. Dedi, Qasım, de görüm, ölüm sənin nəzərində nədir? Dedi, əhla minəl əsəl. Əmican, ölüm mənim nəzərimdə baldan da şirindir. Bir baxdı Qasıma ağladı. Dedi, sən mənə Həsənimin yadigarısan. Düzdür, sənə də şəhadət qismət olacaq. Amma bir çox çətinlikdən sonra şəhadətə çatacaqsan. Çox çətinliklə şəhadətə çatacaqsan. Səhər açıldı, deyir, bir-bir getdilər, şəhadətə çatdılar, qovuşdular. Həzrəti Əli Əkbər şəhid olub. İmam Həsənin başqa evladlarından, İmam Hüseynin evladlarından, Bəni Haşimdən şəhid olurlar deyir. Qasım gəldi, deyəndə İmam Hüseynin yanında. Dedi, əmi, icazə verirsən, mən də gedim meydana. Mən darıxıram Əli Əkbər üçün. Sən bilirsən ki, mən uşaqlıqla onunla bir yerdəyəm. Deyir, Həzrət, dedi, yox, olmaz. Sən Həsənin yadigarısan, icazə vermədi. Deyir, gəldi, deyir, xeyməsinə, oturdu, deyir, Qasımın Allah ziyarət eləməyə qismət eləsin, Qasımın xeyməsində gedəsiz, görəsiz. Deyir, gəldi, girdi xeyməsinə, deyir, dizlərin qucaqladı, başını qoydu dizinə, başladı ağlamağa. Dedi, əmim məni layiq görmür şəhadətə. Elə bu halda idi, deyir, yadına düşdü ki, İmam Həsən, Qasımın 3 yaşı var idi İmam Həsən dünyadan köçəndə, şəhid olanda. Dedi, yadına düşdü ki, atası qoluna bir şey bağlayıb. Dedi, oğlum, nə vaxt sənə şiddətli qəm, qüssə üz gətirsə, bunu açıb oxuyarsan. Deyir, əlini apardı qoluna, açdı, deyir, gördü İmam Həsənin vəsiyyətnaməsi, atasının vəsiyyətnaməsi. Yazıb, oğlum, bir zaman gələcək, qardaşım Hüseynin çox çətin bir gün olacaq. Görsən, hamı gedir, canım fəda eləyir, sən də tələs. Ola bilər sənə icazə verməsin. Əl-əyağına düş, öp, yalvar, tas icazə alana qədər. Deyir, götürdüm naməni, deyir, vəsiyyətnaməni, qaça-qaça gəldi. Dedi, əmi, bax, atam istəyib bunu məndən. İmam Həsən deyir, İmam Hüseyin əleyhissalam baxdı, deyir, Qasımə deyir, qucağına aldı, deyir. Qucaqladı, deyir, fəvvəzə'ə sədrəhu ələ sədri. Sinəsin, deyir, bastı sinəsinə, deyir, qucaqladı, deyir, Qasımı. İndi Qasımı meydana yola salmağa, Qasımın əynini heç nə tapılmır, döyüş paltarlarından deyir. Həzrətdir, əbanı giydirdi ona, əba yerə sürünürdü. Çəkmələr giydirdilər ona, deyir, çəkmələr ayağına böyüdü, ipləri yerə sürünürdü. Qılınc bağladı belinə, qılıncın ucu yerə sürünə deyir. Gəldi, deyir, meydana bir rəcəz oxudu. Ondan sonra deyir, Qasımı dövrəyə aldılar, başladılar vuruşmağa. Qasımın deyir, ən çətin anı onda idi ki, Qasım dar çıxılmaz bir yerdə idi, deyir. Qasım atdan yerə düşülən kimi İmam Hüseynə deyir, səslədi. Dedi, ya əmmi xəllisni minəz zalimin. Əmican, gəl məni bu zalimlərin əlindən xilas elə.
İmam Hüseyin deyir, ora çatdı. Onlar İmam Hüseyinlə bir neçəsi vuruşurdular. O vuruşma anında deyir, Qasım o atların ayağının altında qaldı. Hər dəfə deyir, at tapdalayanda deyir, Qasımın səsi gəlirdi. Əmmi, xəllisni, əmmi, məni çıxart buradan. Və nəticədə Həzrəti Qasım İmam Hüseyin əleyhissalam deyir, aldı qucağına, gördü Qasımın bədənini bir hala salıblar, bədənində bütün sümüklər sınır deyir. İmam Hüseyin deyir, Qasımı deyir, aldı qucağına deyir, getirdi, gəldi, qoydu Əli Əkbərin cənazəsinin yanında. Səyələmullezine zələmu ayyamun qalabin yənqəlibun, əsəlükəllahımə və nədvuk, bismikəl-azimil azəm, əl-əzzələ cəlləl-əkram və bil-Hüseyni məzlum, ya Allah, 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 ya Allah. İlahi dərgahına uzanan əlləri sinələrimizə naimid qaytarma. Bu əzadarlıq, bu mühərrəm səfər günlərin ömrümüzə, həyatımıza sonuncu əzadarlıq qərar vermə. Hacəti olanların, istəci olanların hacət və istəklərin rəva elə. Xəstələrimizə, yadımızda olan kəslərə, bu cəmdə olanların xəstələrinə, bimar-ı Zeynəl-Abidin hörmətinə şifayı acil mərhəmət elə. Qəriblikdə, qürbətdə olanlarımızı, əsgərlikdə, əsirlikdə olanlarımızı sağ-salamət ailələrinə qovuşdur. İzzət, başucalıq sənin qapındadır. Ölən günə qədər izzətimizi əlimizdən alma. İlahi and verir rəhm və mərhəmət və halı həyatda yaşayan valideynlərimizin ömrünə bərəkət inayət elə. Dünyasını dəyişən valideynlərimizi qəriq rəhmət vasili cənnət elə. İlahi hər kəsin nə hacəti var, dünya və axirət, maddi mənəvi hacətlər, istəklərimizi rəva elə. İlahi bizdən və bizdən sonra gələn nəsillərimizdən Peyğəmbər və Əhl-i Beytinə düşman qərar vermə. İmam-ı zamanımızı bizlərdən razı elə. Ağamızın dualarını halımıza şamil elə. Həzrətin zühurunda günü-gündən, saat və saat təcil qərar ver. Şühəda-i Kərbəla, Üsəra-i Kərbəla, vətən uğrunda verilən şəhidlər, üləma, füzəla, sülaha, şühəda, Muhammed və Ali Muhammedə salavat hədiyyə eləyir.